dövründə xərac adlanırdı. Xərac nə idi? Alınan torpaq vergisi idi. Ona görə doğru cavabımız A variantı olacaq. Amma baxaq. Torpaq vergisi dedik ki, xəracdır. Hansı ki, Sasanilərin dövründə də nə idi? Xaraq, bəli, aferin. Xidmətə görə verilən torpaqlar nə idi? Bəli, iqta torpaqları sənətkar və tacirlərdən alınan vergi deyildi. Sualə torpağı da deyildi. Can vergisi də nə idi? Cizyə idi. Hansı ki, Sasanilərdə cizit idi. Doğru cavabımız A variantı. Ərəb xilafəti dövründə vəqf torpaqlar nə idi? Dini torpaqları idi. Elə A variantı. Yerli feodalların irsən keçən torpaq mülki idi. Hərbi qulluq iqta, kənd icması adı üstündə icma, icarəyə verilə bilinməzdi, verilə bilərdi. Sadəcə bağışlana bilməzdi. Sasanilərlə ərəblərin vergi siyasətində oxşar müraciət alınmırdı. Xeyr, can vergisi alınırdı. Bəli, cizit və cizyə. 7-ci əsrin sonu Albaniya yenidən Xəzərlərin, Bizansın, ərəblərin müharibə nəticəsinin çevrilməsinin səbəbi. Dünənki testimizdə demişdik cavabını. Bəli, Cavanşirin öldürülməsi. Abbasiləri gördüm, getdi. Elə B variantı da səhvdir. Çünki deyir, Müaviyyənin görüşünə getmədə imtina etməsinə əlaqə getmişdi özdə 2 dəfə. Dəməşqə hətta. Sasani feodallarının Albaniya torpağına qarətçi yürüşü xeyir. Cavanşirin Bizansla ittifaq xeyir. Elə cavab Y variantı. Öldürülməsi. Ərəb Xəzərlər arasında 653-ün bələncəri nəticəsində deyir ki, Xəzərlər xəlifənin qoşununa qalib gəldi. Bəli, Xürrəmilər hərəkatının əsas nəticələrindən biri. Nəticəsini soruşur. Əməvi yox, Abbasi olmalıydı. Yerli dövlətin meydana gəlməsi. Bəli, ola bilər. Ərəb qoşunlarının ilk hücumları xeyir. İslam dinini xeyir. Ərəb Xəzər müharibəsi xeyir. Cavanşirin xəlifə ilə görüşünün nəticəsində Albaniya Xəzərlərin asılına son qoydu. Xəlifə Albaniya müstəqilliyini tanımışdı. B variantı da getdi. Xəlifə Bizansa qarşı müharibədə Albaniyaya kömək vəd edirdi. Biz demişdik ki, Bizanspərəst feodallar tərəfindən öldürülmüşdü Cavanşir. Yəni ərəblərlə ittifaq bağladığına görə, ona görə bizim burada doğru cavabımız təbii ki də C-də deyil, səhvdir. Xəlifə Albaniya müstəqilliyinə toxunmadı. Bəli, hətta vergilərdə azaltdı. 3 dənə səbəbi var idi. Bunun da bilənlər rəylərdə qeyd edir. Çox asan sualdır. Cavanşirin Ərəb xəlifəsi ilə apardığı danışıqların nəticəsində vergilər üstə bir qədər azaldıldı. Elə B variantı. Siz bunu biləndən sonra avtomatik variantda da onu axtararsınız. 8-ci əsrə aiddir. Cavanşirin sui-qəsd nəticəsində 7-ci əsrdə öldürülüb. Cavab elə B variantı. 705-ci il Nəhavənd Nəhəmədanda 7-dir, Kadisiyədə 7-dir, Ərəbdə 7-dir. Eyni əsr hakimiyyətinə son qoyulması 8, Əməvilərin siyahıya alması. Yəqin ki, ilk dəfədən söhbət gedir. 7 götürək bunu. Sasanilərin süqut etməsi də 7-dir. Xürrəmlər hərəkatının rəhbərliyi etməsi 9-cu əsrdir. Deməli, cavabımız oldu 2 və 3 B variantı. Eyni əsrə aiddir yenə deyir. Müsafir 8, Xəzərlərin Albaniya yürüşünə son qoyulması 7, Kadisiyə 7, Bəz qalası 9. Cavab yenə oldu 2 və 3B variantı. Kadisiyə ilə Cərimdanın oxşarlığı ərəblərin məğlub olması xeyir. 7-ci əsrin 1-ci yarısında baş verməsi. Bəli, hər ikisi 7-ci əsrin 1-ci yarısında Xəzərlərin məğlub olması və Bizans Sasani xeyir. Cavab ilə B variantı. 80-lərin ümumi 80-lər döyüşlərinin ümumi cəhətlərini istəyir. Biz də burada Əməviləri götürməyəcəyik, çünki Abbasilərin dövrünə düşür. Ərəb Xəzərə aid də deyildi. Afşin üzərində qələbə də qazanmamışdı. İlk rübdə aiddir. Elə cavab A variantı. Erkən feodalizm neçənci əsrlər idi? 3-11. Bəli, 3-11-ci əsrlər. Keçdik. 14. Ərəblər tərəfindən daxili müstəqilliyinə son qoyulan dövlət həddindən artıq çətin sualdır. 705 Albaniya. 8-ci əsrin əvvəlində Qafqazın idarə etdiyi dəyişikliyə əsasən əmirliyin mərkəzinin köçürtdüyü şəhər.
Hə, burada nə idi? Əvvəl haraydı, daha sonra hara olmuşdu? Təbii ki də burada doğru cavabımız elə Bərdə olacaqdı. Savalın dağı ətrafındakı 80 döyüşlərin ümumi cəhəti biz bura nəyi götürə bilərik? Götürə bilərik ki, ərəblərin məğlub olması var, elə bir cavab Y variantı. Uyğunluq gözlənilib, yəni düzü istəyir bizdən. Eradan əvvəl 8 xeyir səhvdir. Kür çay sahilindəki qələbə qazanmışdı döyüşdə deyir Cavanşir. Bəli. Kürdə bax, Kürdə qalib gəlib, amma Arazda məğlub olub. Belə yadda saxlayın. Sonra Oros Albaniya idi. Göytürkün paytaxtı da Ötükən idi. Xəzərlərə son qoymuşdu ərəblər, yox, Slavyanlar. 965 və yaxud da ruslar da yaza bilər. Daha sonra ərəb dövlətinin yaranmasından 75 il sonra 630 ilə 75-i toplaya görə nə alınır? 705. Nə olacaq? Albaniyanın varlığına son qoyulması. B variant, C variantı. Xürrəmlər hərəkatının mahiyyəti. Yəni, nəyə görə olmuşdu? Sülh yolu ilə ədalətli cəmiyyət, sülh yolu ilə xeyr, mübarizə aparırdı. Xəlifənin də əlaqəsi yoxdur. Kəndli təhkimçilik olmayıb ümumiyyətlə. Sosial bərabərsizliyi ləğv eləmək istəyirdilər. Bu olacaqdı bizim doğru cavabımız. Çünki ərəblərə verirdilər bütün işləri. Yəni, bu da bir növ sosial bərabərsizlik idi. Ərəb hakimiyyətin əhaliyə yerli özünü idarə etmə hüquqlarını şərt edir. Belə bir şey də yoxdur. Elə cavabımız B variantıdır. 660'ları soruşur. İkinci dəfə böyük qüvvə ilə Albaniya yürüş zamanı Cavanşir ikinci dəfə deyirsə, demək ki, Cavanşir məğlub olmasını götürəcəyib. Sasanlərlə müttəfiq olmayıb, Maviyə ilə görüşə də getməyib, Xəzər xalqanla sülh bağladı. Bəli, dünən demişdik ki, nicah diplomatiyası bağlayır. 653-cü il Bələncənin nəticəsi təbii ki də ərəblərin məğlub olması. Ərəblərin məğlub olması verməyib, Xəzərlərin qalib gəlməsini götürərik. Xəzərlərin qalib gəlməsi. Bu Sasani ümumiyyətlə 651-ci ildən o biri dünyaya getmişdi. Yəni yox idi. Bizə də 653-ü götür. Ona görə Sasanidə çıxacaq. Ərəblər məğlub olmuşdu. Alban nə əlaqə? Hundakı variant olsun deyən altı burada özü üçün. Misafirin başçılıq etdiyi üsyanların, xürrəmlərin oxşarlığı hər ikisi ərəblərə qarşı idi. Yəni B variantı. Bu oxşarlıqlarda qeyd edin uşaqlar dəftərinizdə çox lazım olacaqsa. Bəlkə də imtahan sualınızdan biri də bu olacaq. Yenə eyni sual, Bəndərin başçılıq etdiyi üsyanların başlanmasına səbəb olmuşdu. Burada misafir ərəbləri idi. Usta Bəndərin üsyanı isə Xarəzmşah Cəlaləddinə qarşı baş vermişdi. Ona görə burada yadelli zülmünü doğru cavab kimi götürəcək. Yəni A variantı. Amma həm misafir, həm də xürrəmlər ərəblərə qarşı idi. Yenə Albaniyaya ilk yürüşləri dövründə Cavanşir ittifaqa girdi. Kimlə? Təbii ki də əvvəllər Bizans imperatoru ilə ittifaqa girmişdi. Hətta ərəblərlə daha sonra ittifaqa girdiyi üçün Bizansperestlər onu öldürmüşdü. Yəni cavabımız elə D variantı olacaq. 7-ci əsrin 60-cı illərin sonlarında Cavanşir xilafət ilə münasibətləri nizama salmaq üçün neynədi? Muaviyyənin görüşünə getdi. Müsəlman feodalların çoxu torpaq payladı. Torpaq paylayıb eləməyib. İslam dini Albaniyanın dövlət dini olmayıb. Albaniyanın xilafətin vilayəti elan etdi. Xeyr, elan eləməyib. Xristiyan əhalisi nə əlaqə? Elə cavabımız D variantıdır. Deyir ki, müsəlmanlardan alınmayan can vericisi. Öz də verib, özsüz də bura can vericisi nə idi? Cizyə. Müsəlmanlardan alınmırdı. Müsəlman olmayanlardan alınırdı. O da kişilərdən alınırdı. Döyüşə aparmırdılar müsəlman olmayanları özləri bilə-bilə. Yenə eyni sualı verib burada.
Cizyədir burada da doğru cavab. Azərbaycanın mövcud olan torpaq. Bax, torpağı istəyir sizdən. Biri iqtadır. Soyurqal biz deyəcəyik ki, ağ və qara qoyunluda idi. Vəqfi də götürəcək deyinli idarələr. Xərac də var idi ərəblərdə, amma vergi idi. Torpaq deyildi. Ona görə doğru cavabımız 1 və 3 olacaqdır. Ərəb xilafəti dövründə hərbi məskənlər bu nə adlanırdı? Uşaqlar, rabatlar adlanırdı. Yəni B variantı. Verilənlərin hər ikisi aiddir. 778-də başlamışdırsa Xürrəmlər hərəkatı. 778, 808 birinci tərəfi, 816-dan 838-ə qədər də ikinci hissəsi başçılıq eləmişdi Babək. Verilənlərin hər ikisi nəticəsidir. Yəni bunlar verilənlər səbəbdir. Daha doğrusu verilənlər nəticədir. Biz səbəb tapmalıyıq. Deməli, xilafəti sarsıtdı. Xilafətin əsarəti altında olan azadlıq mübarizəsinə təkan verdi. Təbii ki də Xürrəmlər hərəkatı. B variantı. Müsafir xeyir yatırılmışdı. 748-752. İkinci Vatişes ümumiyyətlə Sasaniyə qarşı idi. Məzdəkilər hərəkatda həmçinin aiddir. Haylandır Hunlarda nə əlaqə? Amil cizyə anlayışları ərəblərin hakimiyyəti dövründə. C variantı. İlk dəfə xüms zəkat təbii ki də yenə ərəblərin dövründə. Aid deyil, bəz döyüşü aiddir. Vəqf torpaqlarının mövcud olması da aiddir. Müsəlman olmayanlardan cizyə alınırdı, bəli. Xilafətə qarşı Xürrəmlər üsyanı, bəli. Sasani dövlətin yaradılması, xeyr. Çünki Sasanilərin yaradılması biz onu paytaxtla götürəcəyik. Həmin Ktesifon şəhərdə Azərbaycan ərazisində yerləşmədiyi üçün doğru cavabımız Y variantı olacaqdır. Ktesifon niyə Parfiyanın varlığına son qoyduğu üçün. Sonra Ərəb xilafəti dövründə Azərbaycanda verilənlərin hər ikisinə aid olduğu torpaq sahibliyi forması icarəyə verilirdi, satmaq və bağışlamaq olmazdı. Bu da nə olacaq? Elə vəqf torpaqları olacaqdı. 39-cu testimizin cavabı Y variantı olacaq. Sonra Ərəb xilafəti dövründə yenə torpaq sahibliyi vergilərin ağırlığı torpağın üzərinə düşürdü. Deməli, icma torpaqları olacaq doğru cavab. Sasani ərəbdə irsi torpaq. İrsi torpaq deyirsə dastakirtlə mülk olacaq doğru cavabımız. Sonra Sasani dövlətinin varlığına son qoydu. Ərəb dövləti. Ərəb dövləti, bəli. Bax, burada Əməvilər də verib sizə, çaşdırmasın. Əməvilər varlığına son qoymayıb, xəlifələr varlığına son qoyub 651-ci ildə xəlifələrin dövrünə düşür. Xəlifələr, 4 dənə xəlifəmiz vardı. Əli, Osman, Ömər. İqta və torpaqlarının mülkiyyəti harda idi? Təbii ki də ərəblərin dövründə idi və yaxud da alınıb satıla bilməzdi. Xeyir, icarəyə verilə bilmələri. Bəli, hər ikisi icarəyə verilə bilərdi. Xürrəmi Göytürk Kürşadın rəhbərlik etdiyi, ümumiyyətlə siz bunları bilməsəniz belə, Xürrəmilər təzə keçmişi bunu bilməlisiniz. Xürrəmilərdə nə idi? 9-cu əsrdə baş vermişdi. Bunu oxşar götürə bilməsi. Yadillər əsarətinə qarşı baş verməsi. Bəli, cavab C olacaq. Ümumiyyətlə belə bir şeylər verəndə həmişə çalışın ümumi nəsə tapın burada. Məsələn, üsyançıların qələbəsi ilə nəticələnməsi. Bilirsən ki, Xürrəmlər məğlub olmuşdu. Getdi, hərəkat rəhbərinin yeni dövlət qurması. Xürrəmlər dövlət falan qurmayıb. 9-cu əsrdə baş verməsi. Bu da ilk dəfə kimi düşünsəm, deyərsən ki, 8-ci əsrdə baş verib çıxarsam, şəhərlərin həyatında, şəhərlilərin hərəkatda aparıcı qüvvə olmasıdır. Bu da heç vaxt belə bir şey demirik. Təbii ki, burada Göytürklərdə Kürşadın üsyanında uşaqlar Çin əsarətinə qarşı idi. 639-cu ildə idi. Hətta onun Kürşadı öldürəndə belə demişdilər ki, Kürşad öldü mü? Xeyr, o ölmədi, nə bilim, ruhu yaşayır, nə bilim, belə bir şey demişlər axırı. Yəni onlar çox güclü olmuşdu Çinlilər üçün.
Qorxulu rüyaları deyim də sizə. Çinlilər üçün belə olmuşdu. Kürşad. Azərbaycanda ərəb xilafəti vəqf torpağı üçün səciyyəvi idi. Vəqfə aid bir şey seçməli. Səhvdir. Abbasilərin dövründən niyə tətbiq edilir? Ondan əvvəl dövlət yox idi elə bil. Gəliri birbaşa dövlət xəzinəsinə daxil olmurdu. Xeyr. Bəli, icarəyə verilir. D variantı. Y variantında iqta torpaqları idi. İqta. Sonra uyğunluq istəyir, istəsin də Sasani. Bu sualı mən sizə deyim ki, imtahana düşmüşdü 2-ci şansda. Bu imtahan sualıdır uşaqlar. İnana bilirsiniz, belə bir asan sualı gətirib imtahana salmışdılar. 11-ci siniflərin 2-ci şansına deyim də sizə tam dəqiq tarixində 5 iyul 2026-cı ildə. Sualı YouTube'da yazsanız elə özünüz də görərsiniz. Sasanilərin tərkibində nə olacaq? Heç sualı oxunmadan Xostak və Karak. Ərəblərin tərkibində olanda nə olacaq? Vəqf və Xüms. Deməli, B, C, A, C. Y variantı. Bəlkə də bu sualın oxşar deyildi, amma belə tıpatıp eyni oxşar sual var idi, yəni imtahanda. Yenə eyni şey. Sasanilərin tərkibində nə olacaq? Dastakert, Gezid. Ərəblərin tərkibində Zəkat, İqta. A, C, A, B. Yəni C variantında. Cavab C. Abbasilər hakimiyyətə gələndən sonra hər nəysə fərqli olaraq ilk xəlifələr dövründə. Yəni ilk xəlifəyə aid olanı seçəcəyik ki, Abbasidə olmasın bu. Müsəlmanlar can vergisindən həmişə azad olublar. A variantı getdi. Əhali və əmlaki siyahıya alındı. Bu daha sonradır. Vergi sahəsində islahat keçirildi. İlk dəfə can vergisi, bax, ilk dəfə can vergisi olan Gezid tətbiq edir. Gezid deyildi, birincisi ciziyyədir. İlk dəfə isə Məhəmməd Peyğəmbərin dövründən başlayaraq tətbiq olunub. Məhəmməd Peyğəmbər. Bunu yadınızda saxlayın. Çünki dövləti quran kimdir? Məhəmməd Peyğəmbərdir 630-cu ildə. Sonra vergilər xeyli yüngüldür. Bəli, xeyli yüngüldür. Demək olar ki, heç üsyan baş vermirdi ilk xəlifələrin dövründə. Yenə eyni, yox. 8-ci əsri soruşur. 8-ci əsr deyirsə, Əməvilərin siyahıya almasını götürmək olar əslində. Müaviyyənin görüşünə 7-ci əsrdə gedib, ona görə D getdi. Xürrəmlərin başa çatması da 9-dur. Əmirlik ləğv edilməyib. Məziyyədlər hakimiyyətə gəlməsi də aid deyil. Elə cavab Y-dir. Əməvilərin siyahıya alması. Çünki 750-yə qədər hakimiyyətdə olublaraq orada düşür. İlk dəfə desəydi, götürməyəcəkdi. Ərəb xilafətçilinə aid deyil. Vəqf mövcud idi. Dastakert cavab A variantıdır. Çünki Sasanide idi. Sasani. Torpaq paylayırdılar İqta hər halda. Xürrəmlərin ilk çıxışı da aiddir. Bəli, 778 siyahıya alırdılar. Şəhriyarın ərəblərlə bağladığı müqaviləyə görə ərəblər cizyədən azad edirdilər. Kimləri? Deməli, ərəb ordusuna xidmət edən Dərbəndliləri, şimaldan gələn ordulardan qorumalıydılar Azərbaycanı. Yəni, ərəblər birləşdirdi özünə. Ona görə deyil ki, siz oranı qoruyun, biz də sizi cizyədən azad eləyək, can vergisi verməyin. 833-cü ildəki qələbədən sonra deməli, ərəb xilafətini soruşur bizdən. Biz də burada belə qanun müsafirin üsyan yatırıldı, xeyir. Xilafətin mərkəzdə ilk dəfə, xeyir, ilin demişəm, 778 aid deyil. Əhalisinin ərəb ordusunu qadağan etdi. Niyə qadağan eləyir ki, xeyirdir, pul gəlir ona. Türk sərkərdəsi Afşini xürrəmlərə qarşı, bəli, cavab D variantıdır. Xəzər xaqanlığına qarşı müharibəyə başlamır, xeyir, əksinə dayandırır ki, getsin, məğlub eləsin. Nədir onun adı? Xürrəmləri. Uyğunluq gözlənilib, yəni düz olanı soruşur. Soyurqal torpaq sahibinə deyilirdi Tiyuldar. Nə əlaqə? Yəni soyurqal işlədəsən, amma adın Tiyuldar olsun. Çox məntiqsizdir uşaqlar. Bir damcı məntiqi olan belə bunu tutar.
Soyurqal Ağqoyunlu və Qaraqoyunluda istifadə edilirdi. Mən dövlətin adını yazmadığıma görə balaca yazdım. Amma bu Tiyul torpağı isə Səfəvilər dövründə mövcud olur, Səfəvilərdə. Yəni çox anormal bir şeydir. Bunun məncə hamınız düz yaza bilərsiniz. Yəni bilərsiniz ki, bu səhvdir. Səlcuqların Azərbaycana ilk hücumu başlayıb. 12-ci əsrin 1-ci yarısı. Bu elə 11-ci əsrdə yaranandan 12-ci əsrə qədər girib dağı dərəni gəzirdi məyər? Əmirli idarə sistemini yaradıb Ərəb xilafəti dövründə. Bəli. Uc torpaqları yanıb 13-cü əsrdə. Boy Səlcuqlar yaranandan bəs nə işlədirdilər görəsən ay Allah? 11-ci əsrdə. Ərəb xilafəti dövründə və İncu, xeyr, səhvdir. Yəni doğru cavabımız nə oldu? C variantı. Abbasilərin zəifləməsinin səbəbi, yəni ki, səbəb tapmalısınız. Bəzən burada çaşır uşaqlar səbəb yerinə nəticə götürür. Feodal münasibətlərin zəifləməsi səbəbi demək, xeyr. Bölgələrdə əmirlərin hakimiyyətinin güclənməsi. Bəli, cavabımız B. Bu Müslümin əlaqəsi yoxdur. Sasanilər yox idi. Çürüyü çıxmışdı, nə bilim, sümüyü çürümüşdü. 651-dən yoxdur. Müsafirin də ki, məğlub edib niyədə. Yəni, elə cavab əmirlərin möhkəmlənməsidir. Yəni, nə deməkdir bu da? Möhkəmlənməsi deyəndə, məsələn, biz demişdik ki, Salarilərdə İbrahim hakimiyyətə gəlir, heç də yaxşı idarə eləmir dövləti. Ona görə o dövlət var ola Şəddadi 1-ci əmirliyi yaranır, daha sonra da dövləti. Yəni belə, ərəblər də hakimiyyətdə ola 1258-ə qədər nə olsun ki, hakimiyyətdə. Abbasilərdən zəifləməyə başlayır, Xürrəmlər sağ olsun, yeni dövlətlər yaranır. Yenə Sasanlərdə gezit, ərəblərdə cizyada. Bu sualın məncə çürüyü çıxdı. Cavabı can vergisi olmazdı. Sual artıq olsun. Yenə eyni suallar təkrar verməyə heç yeri yoxdur. Məsələn, Amid ilə Kadisiyə döyüşünün oxşar cəhəti nə ola bilər? Təbii ki, Sasanlərin qalib gəlməsi. Kadisiyə ilə Ktesifonu da nətər yadınızda saxlayın. Bu Kadisiyə, bir də Ktesifon. Birincisi, səhv yazdım, Ktesifon. Birinci nə gəlir? A gəlir. Sonra nə gəlir? T gəlir. Birinci yadınızda saxlayın Kadisiyədir. İkinci yadınızda saxlayın Ktesifonddur. Xronoloji ardıcada. Biri 6-dadır, biri də 7-də. Ərəb xilafətinin tərkibində aid olduğu dövrə aiddir. İlk dəfə, bəs bu Sasanidən nədən istifadə edirdilər görəsən? Bütün əhalini niyə can vergisindən azad edir görəsən? Xəlifənin xəzinəsinə gecit niyə var görəsən, cizyə ola. Xəlifənin xəzinəsi xərac vergisinin verilməsi. Bəli, torpaqdır bu. Torpaq vergisi. İlk dəfə niyə siyahıya alma ərəblərdə olur ki? Ondan əvvəl də var idi. Yəni, doğru cavabımız D variantı. 58. Yenə eyni sual. Məzdəkilərlə əlaqə ərəblər hara? Bəli, müsəlman olmayanlardan cizyə alırdı. Mehranlərin hakimiyyətinin bitməsi olsaydı, hə. Çünki bu 629-da başlayır, Ərəb xilafəti də 630-da yaranır. Yəni C-də aid deyil, ilk dəfə deyil, 1-ci Xosrov və Ərəb xilafəti. Hə, Sasanidən köçdü gəldi Ərəb dövlətinə 1-ci Xosrov. Deməli, misafirin başçılığı ilə üsyan harda idi? Beyləqanda. Beyləqanda uşaqlar Kür çayının Aras çayının sahilindədir. Elə ora sizin üçün açar söz olsun deyənə çayın da şəklini çəkib, yəni şəklini çəkib deyəndə ki, adını yazır. Birdir. Cavabımız birdir. Beyləqan. Şirvan hakimi Şəhriyarla imzalanan müqaviləyə əsasən hara deyil, vergilərdən azad olma. Bayaqçı testdə əgər yadında saxlayan olubsa, gözü yumulu deyəcək ki, Dərbənd. Dərbəndlə bağlı başqa da nə deyə bilərik? Bəli, alanların yürüyüşü və yaxud Dərbənd səddi təmir edilməsi. Bunları da deyə bilərik. Deməli, cavabımız nə oldu? D variantı. 3 olan D variantıdır çünki. Deyil. Yəni səhvi istəyir. Səhv. Xüm salınırdı da niyə alınmasın ki? Xərac, bax, tülküyə bax. Xərac adlı torpaq mülkiyyət formasının mövcud olması. Hə.
Xərac uşaqlar torpaq vergisi idi. Torpaq mülkiyyət forması deyildi bu. Mülkiyyət forması icma idi, vəqf idi. Ərəb xilafəti dövrünə aid deyil. Bunu deyəsən yazdı, xüms aid idi. Xərac torpaq mülkiyyət forması deyildi. Uşaqlar arada error verir. Bu PDF-də yazmağı olur deyənə bu proqramdan istifadə edirəm. Ona görə birazdan geridən deyə bilərəm. Xümsü dedi, xəracı dedi ki, torpaq mülkiyyət forması yox, torpaq vergisi idi. Sonra xilafətin dövrünə yenə aid deyil deyir. Kəndlərdən xərac vergisi almaz, əhalidən zəkat vergisi, siyahıya alınma, torpaq verilmə. Gülə bilərsiniz uşaqlar, gülmək sərbəstdir deyə adı torpaq mülkiyyət forması yox, can vergisi olmalıydı. Yəni cavab nə oldu? Y variantı. Y. Mehranilərin hakimiyyəti gəldiyi dövrə uyğun gəlir. 629, 705. Görək nə aid gəlir. Əştatçılara aid deyil. Sabiyan 944, 630. Bəli, cavab C variantı. 510 Sasanilərin, 705 ərəblərin Albaniyanın daxili müstəqilliyinə son qoyub. Hər ikisi bəli. Albaniyanın daxili müstəqilliyinə son qoyulub və Albaniyada Atropatena kimi daxili müstəqilliyini bərpa edib. Atropatena Selevkilərin tərkibinə daxil olanda daxili müstəqilliyi bir dəfə son qoyulub. Albaniyada Sasaniləri. 836-cı il Bəz döyüşünün, 84 döyüşünün nəticəsi. 84 döyüşündə nəticəsi olacaq ilə Xürrəmlər ərəblər üzərində qələbə qazanması, yəni B variantı. 7-ci əsrə aiddir. Daxili müstəqillik 8-də son qoyulub. Bəli, Xəzərlərin basqınlarına məruz qalmışdılar. 8-ci əsrin əvvəlində daxili müstəqilliyinin ləğv edilməsi, bəli, A variantı. 7-ci əsrin 1-ci yarısı tarixi. Uydu, nə qədər çətindir. Mehranilərin hökmranlığının başlaması 629. Azərbaycan tarixi ilə bağlı deyil. Təbii ki də nə olacaq uşaqlar burada? Bəli, cavabımız A variantı. Əbu Müslümün üsyanı mı? Əbu Müslüm üsyanı haradaydı uşaqlar? Bəli, Əbu Müslüm üsyanı biz deyəcəyik ki, Azərbaycan ərazisində deyil. Amma Beyləqandakı müsafirin üsyanı Azərbaycan ərazisinə aiddir. Alban hökmdarı Cavanşirə aid deyil. 100%. Bax, burada Kadisiyə. Variantlarda ancaq Kadisiyə Ktesifon axtarın. Ya da nə bilib, qızıl qılınc axtarın, geyim axtarın ki, verdi ona Yezdəgir Sasani hökmdarı. Yenə eyni sual. Bu Y variantı aiddir, D variantı da aiddir, C variantı da aiddir. Bax. Sasani şah tərəfindən mükafatlandırması bu ilə Kadisiyə Ktesifon döyüşlərinə görədir. O da hökmranlıq dövrünə düşmür. Yadınızda saxlayın. Uyğunluq gözlənilib. Deməli biz burada nəyi götürəcəyik? Təbii ki də götürəcəyik B variantını. 816, bu da 811, 820 aralığına düşdüyü üçün ikinci anili doğru cavabdır. Uyğunluq gözlənilib. Deməli bizi burada doğru cavabımız olacaq nə uşaqlar? Təbii ki də D variantı. Deyir ki, burada diqqətli olun. Birinci yarısında 80-lar döyüşündə məqsədi Baziz qalasını ələ keçirtmək. Demir ki, keçirtdi. Sabalanda məğlub olan yeri gəlmişkən ərəblər idi. Birinci döyüşü, birinci 80 idi. Xürrəmləri yatıran Abbasilər idi. 74, 816-dan 838-ə qədər bir şeylər istəyir bizdən. Bu da Bərdə ilə Beyləqanın ərəblərdən azad edilməsidir. Hansı ki, Babək özü azad etmişdi. Deməli ki, nədir? Ərəblər buranı işğal etmişdi. 643. Birinci, nə idi o döyüşün adı? Yadımdan çıxdı. Birinci Bələncər döyüşü ola bilərdi, amma ki verməyib.
Cərmidan döyüşü Mehranilər hakimiyyətə gəldi. Əməvilər sülalası hakimiyyətə gəldi. 75-ci sualdır. Bizim doğru cavabımız elə B variantıdır. Çünki Cərmidan döyüşdə 643-cü ildədir. Albaniya aslı düşməyib, 262-də idi. Mehranilər 629, Cavanşirin Bizansla ittifaqı daha sonradır. Ümumiyyətlə Cavanşir Bizansla ittifaq müqaviləsi hətta 629-a görə Sasaniya Bizans arasında bağlanmışdı. Əməvilər hakimiyyətə gəlməsi də 660-cı illərə aiddir. 76. Yenə 640'ların birinci yarısını istəyir. Kadisiya döyüşü 30-cu ildə, Misafir üsyan yatırılması ikincidir. İsfəndiyar İbn Fərruxsa Tesson ələ keçirdi, Məsivdə getdi. Cavab elə C variantı olacaq. Xilafətin dövründə İqtanın mülkdən fərqi, İqta irsən keçə bilmirdi. Keçmirdi, irsi deyildi, dini torpaq da deyildi. Əsəbləşdim. Feodalın torpağı idi, mülk dövlətin torpağı deyildi. Xeyr, deyil də səhvdir. Cavab Y qaldı. İqta verilirdi, mülkdə yerli feodal. Mənasını yazmaq yerinə məncə daha samballı bir sual yazmaq olardı bura. Amma axıra qədər oxuyun həmişə testləri. 78. Albaniya ilə Sasaninin oxşar cəhəti. Nə olacaq? Təbii ki də ərəblər nəticəsində süqutu. Yaranması bu üstə yaranıb, Albaniya eradan əvvəl yaranıb, ona görə aid deyil. Əməvilərlə müttəfiq olması yox, aid deyil, Sasanilərə aid deyil. Ümumiyyətlə o xəlifədə varlığına son qoyub. Haylandur da Albaniyadadır, klassik feodalizmdə 11-15-dir. Bunların heç biri yox idi. Cavanşirin hakimiyyət dövrü, yəni hökmdarlığına aid deyil. Yenə burada doğru cavabımız Kadisiya döyüşü olmalıdır. Yenə hökmdar dövrünə aid deyil. Təbii ki də nə olacaq? Kadisiya döyüşü. Uyğunluq pozulmuşdu, yəni səhv. 3-cü Mömin Vatsagan çağırıb, düzdür. Bələncər döyüşündə Xəzərlər qalib gəlmişdi, bəli. Xəzər xalqlarına sülh müqaviləsi hökmdar idi, bəli. Kadisiya döyüşündə. Bax. Yenə hökmdar verib, hökmdar deyildi. Bu da vadisədə düzdür. Uşaqlar, əgər sizlər də ödənişli dərslərimizə qoşulmaq istəyirsinizsə, qrup şəklində 30 AZ-yin, fərdi şəkildə isə 40 AZ-yin ödəmə ilə dərslərimizdə iştirak edə bilərsiniz. Onu gözlənilmişdi, yəni düz. Yenə hökmdar deyildi. Cavabımız burada B-dir. Bunu bayaq dedim. Proqram o qədər error verir ki, Testonun nəticəsində də dedi ki, Cavanşir igidliyinə görə Sasani şahı onu mükafatlandırdı. Xilafətdə vericilər xarac olmalıydı. D olacaq. Xeyr, təbii ki də mal cəhəti yox idi, çünki bu xanlıqlar dövründədir. İqta vəqf bu torpağı idi. Xərac və cizliyə, torpaq və can vergisi idi. 7-ci əsrdə Albaniya asılı vəziyyətə düşdü ərəblərdən. Təbii ki də cənub hissəsi müstəqilliyini tamamilə itirdi. İlk ərəb işğallarının nəticəsi. Kadisiya döyüşünün nəticəsi xeyir ola bilməz. Kadisiya döyüşünün nəticəsində deyildi. Ərdəbildə müqavilə imzalanmasının, bəli, doğru cavabımız olacaqdır nə? 85-ci sualda C variantı. Yox, uşaqlar, Ərdəbildə müqavilə imzalanması nəticəsinə C də səhvdir. Ərəb-Xəzər müharibənin başa çatmasına nə əlaqə? Sasani dövlətinin süqutu 651-dir, nə əlaqə? Elə doğru cavabımız A variantı olacaqdır. Ərdəbildə yüzdür. Deməli, 7-ci əsrdə yenə Adurbaqan xilafətin yenə eyni sualı verib. Şirvan hökmdarı ilə niyə olsun? Cənubu tabi olubsa. Deməli, Həmədan döyüşü də deyil, yenə ilk ərəb hücumlarının nəticəsində Sasani imperiyası tərkibində nəyi götürəcək? Mərzbanı götürəcəyik, yəni B variantını götürəcəyik.
İçiyə də satrap yox idi. B-vəcih. Cavab elə A variantı olmuş oldu. Sonra Cavidan Babək. Cavidan 84. Oo, 84 deməli Babəklə yer dəyişdirib Cavidan gedib. Əbu İmranla arasında savaş. Bəli, öz aralarında o qədər qırışıblar ki, ona görə uğursuz olub Xürrəmlərin birinci hərəkatı. Bizans imperatoru. Oy, Cavanşir. Cavidan daha doğrusu nə vaxt gedib bağlamsam Bizansını. Onsuz elə bir cavab yoxdur. Çeyini çıxdaş eləyə bilmirik. Babək Həmədanda məğlub olub. Xəlifə Möhtəsimlə mübarizə aparıb 10-cu illərinə hərəkata rəhbərliyib. Deməli 816 9-cu əsr yox, 8-ci əsr imiş, yeni öyrənmiş oldum. C də səhvdir. Bəli, cavabımız Y variantı. Həmədan döyüşlərin hər ikisində yəni qalib gəlmişdi. Həmədanda. Deməli, Mehranlərin hakimiyyəti illərinə uyğun gəlir. Da ilin yazmıram. Ağayin kesə məclisi düşür 488 yox. Sizin sualəsinin hakimiyyətə gəlməsi. Eradan əvvəl və eramız. Qəşəng. İkinci Göytürkün yaranması. Onda heç Mehranilər var idi. Hə, var idi. C variantı düz olar. Xəzər xaqanlığı süqut edir hələ 965-də. O, yəni çox uzun ömürlü olmasa da. Uyğur xaqanlığının yaranması da düşür 744-də, 842-də də süqut edir. Yəni bu da düşmür. Gördüyünüz kimi cavab elə C variantı. Düzü istəyir, tapaq da görək nədir. Xürrəmlər Abbasilər xilafətinin zəifləməsi. Doğru cavab elə Y variantıdır. Yəni gedək 91-ə. Yenə düzü istəyir. Birinci Eştaçar bəzi qalası tutuldu. Xeyr, bəzi döyüşündə Azərbaycan dövlətçinin pası bəli, cavab elə D variantı. Yenə düzü istəyir. Hökümdarın müaviyyə ilə görünməsi, daxili müstəqilliyin saxlaması bəli. Y variantı doğru cavabdır. Hadisə nəticənin yenə uyğunluğu düz. Cavanşir xəlifə ilə görünməsi xilafətdə diplomatiya elə cavab Y-dir. Muğanla işğalının başa çatması xeyir. Cavanşirlə Mehranlərin Albaniyada hakimiyyətin başlaması xeyir 629-642-də gəlib. Cavanşirin Xəzər xaqanlığına sülhü Sasanilər süquta uğraması. Deməli bunlar sülh imzalı uşaqlar. Xilafət yox, yəni xəlifələr yox, gəlib bunlar varlığına son qoyub Sasani. Afşin və Həştadsər. Oy. Yəni cavab yeydi. Uyğunluq. Yəni düzü istəyir. Həm konspektə girir, bir də mən buradan konspekti çıxmış olar. Bir konspektə girir, bir gəlir topluya girir. Əsəbləşirəm mən də. Düzü istəyir bizdən. Ərəblərin toqquşması, ərəblərin məğlub olması. Elə cavab odur. Sonra Xəzər xaqanlığı süqut etməsi Van gölünə əlaqə 965-də Slavyan süqut etdirib. Cavanşirin də əlaqəsi yoxdur. C-də səhvdir. D-də bəzi qalası bəzi döyüşündə ələ keçirilib, ona görə səhvdir. Sasanilərlə müttəfiq Sasani Abbasi. Bu Sasani heç Əməviləri görməyib, heç xəlifələri düz əməli görməyib. Qaldı ki, gəlib Abbasiyə çatsın. 9-cu əsrdə tabidir, nəysə, Məmməd bəs sonan dövrdə Ərəb xilafətində. Yəni əmirlər tədricən mərkəzi hakimiyyətdə uzaqlaşdılar. Əmirlər deyir. Ola bilər. Səlib yürüşlərinin əlaqəsi yoxdur. Sualə bir-birini əvəz eləyirdi. Ərəb dövründə deyir, Ərəb xilafətində. Ərəb xilafətində başqa sualə var ki, elə Əməvi ilə Abbasilər demişik də biz. Xilafətdən ayrılan ərazilər, həm ayrılır, sonra da onun dayağını çevir. Daha niyə ayrılır ki, xilafətdən? Niyə müstəqilliyini elan edir ki? Anormal şeylər də yazıblar. Elə burada cavabımız bizim A qaldı da. A qaldı. Burada deyir ki, hamısında türk deyil də. Elə biri Şirvanşahlar olsun. Şirvanşahlar ərəb mənşəli idilər. Daha sonra türkləşiblər. Nümunə olsun deyənə təkcə Şirvanşahlar dedim, amma bir çox dövlətlər var idi. Yenə Abbasilərin zəifləməsi deyir. Siyasəti səbəb oldu. Təbii ki də xilafətə qarşı çıxışlara, çünki çoxlu vergi verirdilər. Bax, Sasani dövründə olduğu kimi
Sasani dövründə olduğu üçün xərac məhsulla deyir, torpaq sahəsinə görə alınırdı. Yəni bu da əhali ona alqışlayası deyil, afərin deyəsi deyil. Ona görə də üsyana başlayırlar. Əməvilərə son qoyub Mehranilərə son qoyub Əməvilər. Dilim də dolaşdı, düzdür. Qaldı 2 dənə cavabım. Xürrəmlər də aid deyil, Osmanlıdan. Hə, Xəlifə Osman deməli Əməvilərdə də var, hə? Çox anormal şeylər yazıb bu. Həqiqətən adam gülməyə gəlir ki, həm Əməvilərdən danışırsan, həm də xəlifəni gətirib bura qoyasan. Hansı məntiqə uyğundur? İqtisadi tədbirlər, yəni pul. İqtisadi dedi uşaqlar, pul gəlir ancaq ağlımıza. Fikirləşin görün puldan nə ola bilər? Bax. Can vergisini yenə yazıb gezit. Gezit bilirsən ki, sən Sasanilərdə idi. Yəni ərəblərdə dedi, onsuz da çıxdaş eləmsən qalmayıb burada yenə də. Əkilməyən torpaqlardan xərac alınmasının dayandırılması və əhalinin siyahıya alınması. Belə bir şey vardı uşaqlar. Təbii ki də yox idi. Deməli, yəni xərac alınırdı hələ də o torpaqlardan, əkilməyənlərdən, Əməvilərdən. Ona görə bəs üsyanlar baş verirdi də. Yəni doğru cavabımız nə oldu? D variantı. D variantı oldu, D variantı. Özümdən şübhələnirəm. Deməli, düzü istəyir, Abbasiləri istəyir. Xürrəmlərin yatırılması, Xürrəmlərin yatırılması. Abbasidir, düzdür. Bu getdi. Bir dənə bu getdi. Albaniyanın daxili müstəqilliyi Əməvidir. Bu da getdi. Nəfs oldu. Sasanilərə də son qoyulması demişdik kimə aiddir? Təbii ki də xəlifələrə. 2-də A var, düzdür də. Xaraq, xəracın yerinə xaraq da yaz və bir qəşək. Uşaq da gəlib bunu səhv yazır, sonra deyək ki, ay müəllim, mən onu orada görmədim. Diqqətli olun, bax, xaraq yazıb sizə, xərac yazmayıb. Yenə düzü istəyir. Afşin iqamətgahı idi Bərdə. Deməli, Xürrəmlər hərəkatının, elə A'dan başlayaq. Xürrəmlər hərəkatının mərkəzi idi Azərbaycan. Çünki burada gözüm ayədə idi, A elə düzdür. İlk böyük məlubiyyəti xeyir, 1-ci Həmədan deyil, ideologiya davamı Zərdüştlüklə əlaqə, Mərkəzi Asiya hətta. Afşin iqamətgahı da Bərdə deyildi. Rəylərə yazarsınız görüm, Afşin iqamətgahı hara idi, Babəkin iqamətgahı hara idi. 820-830'ların oxşarlığı nə ola bilər? Ərəblərin vergi siyasətində dəyişiklik həyata keçirməsi, Xəzərlər tərəfindən məğlub edilir. Xürrəmlərin xilafət ordusunda qalib gəlməsi, bəli, C variantı. 829. Babəki Cavanşirdən fərqləndirən Abbasilərə qarşı savaşması. 9-cu əsrin 1-ci yarısı, bu da olar, Y variantı. Gezid, cizyə, xaraq, xərac, xostak. Xostak? Xostak nə olur? Təbii ki də iq də olur. Çünki şərti torpaq mülkiyyət forması idi. Məntiqi uyğunluq. Məntiqinizi işə salırsınız. Xilafət ölkəmizə yürüş edir. Azərbaycan'da yaşayan tayfalar İslam dinini qəbul edir. Azərbaycan vahid xalqın təşəkkürünə təkan verilir. Dövlətçilik ənənələrinin yaranması. Dövlətçilik ənənələri əvvəldən yox idi, elə bilərə təzə yaranacaq. Dini birliyin yaranması. Ola bilər. Tamamilə alınmayıb çünki qarşısı ilk dəfədə xeyir İskitlər idi. Yəni doğru cavabımız deyəsən bura Y variantı, bura C variantı. Elə cavabımız D variantı olacaq. İqta vəqf mülk. Bunu bilənə afərin də heç nə. Bu imtahandan 30-30 yazma şansı çox yuxarı olan siyahısına daxildir bu uşaq. İqta vəqf mülk. Deməli, birinci 4'ü tapaq. Ən asanı həmişə 4 olur. Baxırsınız 4'lərə. Görürsünüz ki, çoxlu B təşkil edir. Deyinən yeni çıxırsınız. Niyə? İcarəyə verilə bilərdi. Çünki həqiqətən də yəni 4'ə B uyğun gedir. Hər üçünə aiddir. Sonra baxırsınız nəyə? 5'ə. İqta ilə mülkün oxşarlığı, amma vəqfə aid olması. Deməli, 5'ə çoxlu A təşkil edir. Baxa görə A'ya. Sahibi dövlətə vergi verirdi. Sahibi dövlətə vergi verirdi.
Yox, uşaqlar. Sahibi hər birinin dövlətə vergi verirdi axı. Və sahibinin şəxsi torpaqları idi. Bu mülkə gedəcək. Yəni 3-ə faktiki Y variantı gedir. 3-ə Y variantı gedir. Sahibinin dövlətə vergi verməsi. Uşaq, bu vəqf torpağının ümumiyyətlə vəqfi dində ayırırdılar. Yəni dini torpaqlara din ayrı idi, dövlət ayrı idi də, birləşməmişdilər deyənə. Yəni düz çıxdaş eləmişik elə. Bura deməli sahibinin dövlətə vergi verməsi, yəni 5-ə A gedir. Görək, 2 dənə cavabımız qaldı. Görək nə çıxacaq. 1-ə D verib. Xidmət müqabilində bəli iqta verilirdi. 2-yə vəqf. Şəxsi torpağı da dedik ki, mülkə gedir. 3-ə Y. Cavabımız çıxıb elə C variantı. Görək. Düzdür. Deməli, uyğunluq. Nə olacaq burada doğru cavabımız? Təbii ki də uşaqlar. Baxaq. Şirvan hakimi Şəhriyarın ərəblərlə cənubu. Bu Şirvan nə vaxtdan Azərbaycanın cənubunda olub ki, birlər getdi işinin dalıyca. İsfəndiyar İbn Fərruxzadın ərəblərlə sülh bağlaması Dərbənd. Səhvdir. Buraya Şirvan hakimi yazardısa. 2 də səhvdir. Sonra Muğan əhalisinin ərəblərlə müqavilə bağlaması Hanni xilafəti bəli cizyə ödəməsi düzdür. Yəni tərkibində idi, axı ona görə ödəyirdi. Ərəb-Xəzər müharibələrinin bitməsi. Deməli, Ərəb-Xəzər müharibəsi bitir, Xəzər xalqanlığı süqut edir. Bəs ona görə deyirik ki, Xəzərlərin süqut etməsinin səbəblərindən biri 200 ildən artıq ərəblərlə mübarizə edir. Yəni D variantı. C 4 olan da səhvdir, cavabım qaldı D variantı. Mehranlərin, yenə çürük çıxardıblar bu sualın. Dizrav döyüşü aid deyil, Xürrəmlərin yatırılması heç aid deyil. Əməvilərin hakimiyyətə gəlməsi. Əməvilər aiddir. Uşaqlar. Deməli, Mehranilər vaxtlar dilim də dolaşdı. Mehranilər həm xəlifələrin, həm Məhəmməd peyğəmbərin, həm də ki, kimlərin? Əməvilərin dövründə hakimiyyətdə olub Mehranilər. Bunu da yadınızda saxlayırsınız. Məhəmməd. Bu niyə error verir bu qədər? Deməli, belə qanun misafir aid deyil. Burada bizim doğru cavabımız Əməvilərin hakimiyyətə gəlməsi C variantı oldu. Xürrəmlərə aiddir. Böyük Karl nə vaxt imperator olub? 800-cü ildə. Aiddir. Yox, aid ola bilər əslində. Çünki 778, 808-dir də. Elə aiddir də. Cavabımız A variantı. Cavanşir daha əvvəldir. Arşakilər daha əvvəldir. Müqəddəs Romada 962-dir. Sasanda aid deyil. Sonra 6-7-nin oxşarlığı. 6-7-nin oxşarlığı. Cizyə yox. Bura gezit yazsaydı. Ümumiyyətlə can vericisi yazsaydı ola bilərdi. Zəkat da ərəblərdə idi. Şərt torpaq bəli. Xostak və iqta. Mehranlərin hakimiyyətinə uyğun gəlir. Yenə eyni bir şey. Xilafətin paytaxtının Bağdada köçürülməsi. Bu Abbasilərin dövründədir. Yəni aid deyil. Bələncəri tutması ərəbləri. Ola bilər. İlk Göytürk torpağı 552-dədir. Uyğur xalqanlığının yaranması 744-dədir. Çin əsarətinə qarşı mübarizəsi 639. Düşür. Yəni doğru cavabımız A variantı. Ərəblər Bələncər tutmayıb axı 643. Ümumiyyətlə Bələncər döyüşü 643, 53, 722. 722-də tutub, ona görə də səhvdir. Mehranilər yenə. Fransa kralı 843. Bu da səhvdir. 2-ci Göytürk də səhvdir. Slavyan da səhvdir. Müqəddəs Roma da səhvdir. Axunun dağılması 567. Bəs nə qaldı burada? Slavyanların yürüşlərinin başlaması ola bilər. Yox. 2-ci Göytürk dövlətinin qurulması uşaqlar. 7-ci əsrdə tamamilə doğrudur. B variantı olmalıdır burada doğru cavab. Xürrəmlərlə Babəkin
İlk çıxışı değildi. Həmədan Xürrəmlər Həmədan Şeyxə xilafətə qarşı ilk üsyanda değildi. Birinci əşdatsərdə deyir məğlub olmaz. Ola bilərmi belə bir şey? Təbii ki də. Xeyr, yəni doğru cavabımız ilə C variantı olmuş olacaqdı. Yenə səhv istəyir bizdən. Xristiyan dininə aid qanunlar qəbul edib 3-cü Mömin Vaçaqan. Düzdür. Bənzərdə Xəzərlərə qarşı vuruşub. Düzdür. Hökmdarı değildi. Ona görə cavabımız D variantı olacaqdı. Əməvilər və Abbasilər. Xürrəmlər Abbasiyə aiddir. Mehranlərə son qoyulması bəli, düzdür. Babək də səhvdir. Yenə Abbasiyə aiddir. Xürrəmlər başlaması bəli, A düzdür. Cavabda qaldı Y variantı. Deməli, doğru verildiyi cavabı istəyir. Vericilərin miqdarı xeyli yüngülləşmədi deyə olanları çıxacam. Sonra nə deyir mənə? Deməli, xilafətin vericilərin daha da ağırlaşması, Həmədanın azad etməsi. Belə bir şey ola bilərmi? Təbii ki də biz bu cavabımızı nə götürəcəyik? Səhv yox, düz kim götürəcək? B də düzdür. 80 çünki səhv idi. Cavabımız A variantı oldu. 115. Deməli, Dərbənddə Şimal Hücum Xəzərlərin məğlub edilməsi ola bilərmi? Bəli, A variantı olmayanlar çıxacaq. D-də getdi. Görün və keçi Azərbaycan müstəqil dövlətlərin yaranması xeyir. Əksinə tabi o Sasani dövləti süqutu Albaniya xeyrinə əlaqə. Cavab qaldı B variantı. Bəli, düzdür. Diplomatik yolla nizama salmışdı. Buranı da oxumuram. Deyir ki, bağlı verdiyi siyasətin nəticəsinə aid deyil. Aid deyil deyirsə səhvləri götürəcəm. Vəqf olunurdu torpaqların mövcud olması. Ümumi siyasəti deyir. Sasani ilə. İçin götürəcəm elə. Cavabım da nə qalır? Yerli əhaldən can vericisi oxşardı. Mövzulan suallərin hakimiyyətinə son qoyulması. Xeyr, bu da aid deyil. Cavabım da qaldı A variantı. Bəli, A variantı. Poitiers 80 sər Bələncər döyüşün verib bizə. Biz də burada uyğunlaşdırmalıyıq təbii ki də. Deməli, gedək harda? Baxıram ki, çoxu C idi. 1-ə C verib. Əməvilər olsun Avropanın içərinə. Bəli, Poitiers düzdür. 1-ə gedir C variantı. 2-yə gedir. Abbasilərin bəzi qalasını ələ keçirtməyə cəhdi puça çıxdı. Bəli, bayaqda dedik bunu. Cavabımız qaldı. Deyib, baxaq, 4-ə Y verib, ərəb ordusu məğlub edildi. Bəli. 3-ə də Dərbənddə Şimala qoşunu uğursuz oldu. Bəli, Xəzərlər yeniləniydi. Yəni, elə Xəzərlərin olması da B variantıdır. 118. Nəyi götürəcəyik? Həyata keçirdiyi sosial-iqtisadi ümumi cəhəti. Bəli, hər küçüyü can vericisi alırdı. Bir də 3-ə baxaq. Vəqfdə ərəblərdə idi. Ona görə Y variantı olmuş olacaq. Doğru cavabımız. Babək, Cavanşir, Cavidan. Bunları da yenə müqayisə cədvəlində müqayisə eləyəcəyik. Həmədanı azad eləyən Babək idi. 1-ə gedirdi. Sonra Xürrəmlər rəhbərlərindən olmuşdu. Cavidanla oxşarlığıdır. 5-ə getdi. Sonra 4-ə verib B-ni. Bəli, hər üçü ərəblərə qarşı idi. 3-ə Cavidan Əbu İmranla mübarizə aparmışdı. Cavabımız da olur nə? Deyəsən burada B olur. Bu C-dir, bu Y-dir. Yazılar biraz pozulub PDF-də. Xürrəmlərin iqtisadi, siyasi, sosial səbəblərini seçəcəyik. Siyasi ola bilər ki, Dərbənd xeyir, yerli feodal xeyir, məmur özbaşınalı olar. C variantı. Cavabımız ilə qaldı Y. 2-yə də iqtisadi səbəbləri, ağır vergi siyasəti. Demişdim axı, iqtisadi deyirsə ancaq pul və torpağına vergi alınmırdı. Yerlilərdə imtiyaz genişləndirməmişdi. Sosial səbəbdə köçürtmə siyasəti düzdür. Zorla ərəbləşdirilməsi yox, müsəlmanlaşdırılması ola bilərdi.
Yalnız ərəblər də təmsil olunmurdu. Xəlifə Müaviyyənin Cavanşir ilə görüşündən sonra etdiyi güzəştlər daxili müstəqilliyə toxunmadı, Dərbənd əlaqəsi yoxdur, 3-1 qədər azaldı, bəli, 1-3. Sonra Cavanşir Xəzərlərlə bağladığı sülhə görə nə olmuşdu? Təbii ki də Bizansa qarşı yox, Xəzərlər bütün qənimətləri geri qaytarmalı idi, bir də ərəblərə qarşı mübarizədə kömək etməli idi. Ərəblərə qarşı mübarizədə kömək etməli idi. Belə bir şey var idi? Yox. Çünki Cavanşir asla qəbul edir, amma elə bir şey yox. Testlərə çox verir uşaqlar. Orada çaşmayın siz də. Diqqətlə oxuyun axıra qədər. 8-ci əsrə aiddir. 8-ci əsrə nələr aid olacaq burada? Təbii ki də müsafirin üsyanı aiddir. Bu Xürrəmlərin xilafətə qarşı birinci üsyanda düzdür. Daha sonra nəyi götürəcəyik biz burada? Ərəb dövləti 7-dədir. Mehranilər, bəli. Test fonda səhvdir. Cavabda 1, 2, 4. Ərəb-Xəzər müharibələri çox asan bir sual. Təbii ki, burada Bələncərlə nəyi götürəcəyik? Savalan dağı yaxınlığındakı döyüşü götürəcəyik. Bu dəfə ərəblərlə Sasaniləri istəyir. Biz də burada götürəcəyik nəyi? Kadisiyə döyüşünü götürəcəyik. Bir də nəyi götürəcəyik? Tesfon döyüşünü götürəcəyik. Azərbaycanda yerli feodal əyanlarının ərəb istilaçılarına qarşı azadlıq mübarizəsinə qoşulmasının səbəbləri. Səbəbləri deyirsə, uşaqlar, səbəb seçməliyik. Sasani dövlətin müstəqilliyinə, hakimiyyətin əldən çıxması, bəli, bütün mülklərin əlindən alması, xeyr, məhdudlaşdırmışlar, bütün dedi, 1-3. 127, nə deyir? 7-ci əsr, Sasanilər, bəli, Cavanşirin də öldürülməsi, 8 əsr 9-dur, Xürrəmlər 8-dir, Kadisiyə döyüşü, bəli, 1-2-5. İkinci Bələncərlə Savalanı istəyir bizdən, təbii ki, burada bizim ərəblərin qalibiyyəti, xeyr, Ərəb-Xəzər müharibəsi Xəzərlərin qalibiyyəti ilə başa çatmaz. Bəli. Doğru cavabımız oldu nə? 2 ilə 3. 129. Yenə oxşarlığı istəyir. Birinci Bələncərlə 7-də deyildi, xeyr. 8-də idi Savalan. Ərəb-Xəzər düzdür. Xəzər qalib gəlməsi. Yenə 2-3. Xəlifə məcbur elədi. Albaniyanın əvvəlki coğrafi mövqeyi Bizansın əlaqə, bir də şəxsi nüfuzu, bəli. Oldu bizim doğru cavabımız 1 və 3. Uyğunluğu müəyyən edin. Ərəb xilafətinə qarşı birlikdə vuruşmuşdular. Biz burada uyğunluğu götürəcək 1. Bir düzdür Sasani, Albaniya, Xəzərlə xeyrinə əlaqə. Roma imperiyasına qarşı Albaniya, Bizans, bu da səhvdir. Ümumiyyətlə Bizans sonra yanıb, Axuna qarşı Göytürk, Sasani düzdür 567 son qoyub. Babəki Cavanşirdən fərqləndirirdi. Abbasilərə qarşı, bəli, 8-də yox, 9-da. Xürrəmlər, bəli, Əməvilər, xeyr, Sasani, xeyr, 1-3. Sasani dövlətində ərəb xilafətinin Azərbaycanla bağlı yeritdiyi ümumi cəhət, öz dövlətinin ərazisini bura köçürtməsi, bəli, sərhədləri möhkəmədir, bəli, Dərbənd, xeyr, can vericisi, bəli, 1-2-4. İnzibati idarə etmə sistemi, mahalların əmirliklərə bölünməsi, xeyr. Ərdəbil, Cənubi Arkeç, xeyr, köçürmüşdü. Şimal sərhəd Dərbəndəndir, Dəbilbərdə iqamətgah idi, bəli. Ticarəti canlandırma məqsədi ilə neynəmişdi? Əhalinin neynəyəcək? Siyahıya alacaq, buna görə xeyr. Müsəlman təbələri xeyr, azad etməmişdi. Qərb bunlarına qarşı mübarizə, bəli. 5% rüsumun alınması. Bu da düzdür. Bunu da yadınızda saxlayın. Bu mənə ilə gəlir kitabda yoxdur. Bir də pul islahatı. Bax, bu üçüncünü yazın, yadınızda saxlayın. Yox, üçüncüsünü yox, ikincisini. Bax, bunu qeyri-müsəlmanlardan 5% alınması. Sonra nə deyir? İkisi, xilafət ərəb hərbi dəstələri yerləşdirilmişdi. Babək tərəfindən azad edilmişdi. Təbii ki də həmin ərazi nə olacaqdı? 4 və 5. Xürrəmlərin baş verdiyi illərə uyğun gəlir. Xürrəmlərin baş verdiyi ilə Uyğur dövləti mövzudur. Bəli, Almaniya kralı 843, bu da səhvdir. Frank dövlətinin ən güclü vaxtı, bəli, Yunus Dinyan, xeyr, ümumiyyətlə heç dəxli yoxdur. 1-4.
138. Deməli. Böyük Karlın imperator elan edilməsi. Bəli, Muğan xalqan xeyir, Uyğurun mövcud olması. Bəli, bu 843-dür. Bu da Fatih döyüşdü. Sonra xarakterik olan amilləri müəyyən edin. Deməli, Xəlifə Mötəzimin dövründə yatılıb, Babəkdən xeyir, Həmədanda xeyir, 8-ci əsrin ikinci yarısından başlayıb. Bəli, Xürrəmlər üçün yenə o xarakterik olan deyir. Bəli, Abbasilərə qarşı idi, Əməvilər xeyir. İkinci olaraq, bəli, Babək rəhbərliyi ilə 1-3. Elə burada cavabımız 1-3 olmuşdu. Sonra 141. Bizdən nə istəyir buradan? Yenə əraziləri istəyir. Erkən feodalizm tarixinə aid olanı seçməliyik. Həşimlər xeyir. Xürrəmlərdə bəli düzdür. Slavyanlar tərəfindən düzdür. Bu da Bərdə şəhərindən söhbət gedir. Şəddadilərin paytaxtı isə Gəncə şəhəri olmuşdu. Xronologiyanı istəyir bizdən. Deməli, biz də buradan düzək onda. Kadisiya döyüşü birinci gələcək. Birinci Bələncər döyüşü. Birinci Bələncər döyüşü. Bəli, daha sonra isə birinci Bələncər döyüşü gələcək. Sonra 705, sonra Xürrəmlərin ilk çıxışları. 643, 636, 705, 778. Sonra 143. Burada da yine ardıcılıq istəyir. Düzəydə birinci Məzdəkçilər hərəkatı olacaq. Sonra Sasanilər süqutu. Sonra Xürrəmlər. Sonra birinci Həştadsəc. Xronologiya yenə. Məzdəkçilər hərəkatı daha birinci olar. Sonra Cavanşir Muaviyə ilə görüşər. Sonra Mehranilərin hakimiyyətinə son qoyular. Sonra Xürrəmlər hərəkatı baş verir. Yenə xronologiya. Deməli, Kadisiya döyüşü. Kadisiya döyüşü. Sonra Cavanşirin sui-qəsd nəticəsində öldürülməsi. Cərmidan döyüşü. Bir Cərmidan döyüşü. Sonra Cavanşir öldürülür. Sonra varlığına son qoyulur. Bunlar da yenə eyni şeylərdir. Ona görə illərin yazacağım, özünüz düzərsiniz. Mehranilər 629. Məzdəkilərin yatırılması. 510. Xürrəmlərin başlaması 778. Şirvanşahlar 861. Sonra Kadisiya döyüşü 637, 359, 731, 371. Münasibətlərin yaranması 670 götürək. Bizans arasında ittifaq yaramaz. Daha əvvəldə Cərmidanda 40-dadır, Savanında 731-dədir. Düzgün ardıcılığımız da birinci olar 3, sonra olar 2, sonra olar 1, sonra olar 4. 149. Aid hadisələr yenə xronologiyanı istəyir. Xronologiyanı istəyir deyənə 731, 778, 705 doğru ardıcılığımız da olacaqdır. Nə? 3, 4, 1, 2. Mülk vəqf. Mülkə nə aid olar uşaqlar? Mülkə o aid olar ki, feodalın irsi torpaqdır. Y variantı. Vəqfdə dini torpaqlar idi, yəni D variantı. Sonra vəqf və iqta torpaqların verib dini idarə. Vəqf idi, xidmət müqabilində iqta idi. Dini idarələr məscidlərə aid olan. Yığılan vergi deyir burada. D variantı gedəcək. Xərac, cizyə. Xərac verilirdi. Nə zaman? Xərac verilirdi. Yerli vergi verilirdi ərəblərə. Yəni torpaq müqabilində. Y variantı cizyə də can vergisi idi. Yəni C. Vəqf nə idi? Yenə dini idarələrə məxsus olan torpaqlar idi. Və yaxud da xilafətdə meydana gəlib. Dastaketdə 2-6-cı əsrdə mövcud. Cizyə xustak. Cizyə xilafətdə can vergisi idi. Kəndi təbəqəsi heç biri idi. Sasani dövlətinə məxsus şəxsi yox, şərt olmalıydı. Şərt, bəli, D variantı gedir. Sasani dövlətin məhsul vergisi xeyr. 5-ci əsr 60-cı ilə 6-cı, 7-ci. 1-ci Xosrov. 1-ci Xosrov
Gedir 2-yə. Albaniyada Sasanlərə qarşı müttəfiq olması. Sonra Ərəb xilafəti arasında münasibətlərin diplomatik yolla nəzərə alması. 2-ci vadisə deyirsə 5-ci əsr götürək. Cavanşir də götürəcəyim. Yenə Y. Deməli 1-ə D, 2-yə A, 3-ə C, 4-ə Y. Ərəb xilafətinə qarşı Sasanlərlə müttəfiq olması heç birində yoxdur. Sonra 156. Yenə eyni sual. Deməli burada Sasani şah tərəfindən 2-ci vasitənin hakimiyyətinə son qoyulması. Bu gedəcək 1-ə. Sonra baxaq. Alban hökmdarı Cavanşir Abbasilər xilafəti ilə Abbasilərə ümumiyyətlə çatmayıb axı bu. Ona görə bunu da çıxacağıq. Xəzər xaqanı ilə Cavanşir arasında. Xəzər xaqanı Cavanşir 7-ci əsrə götürək. Xəlifə Muaviyyəni də yenə 7-ci əsrə götürək. D. Sonra Albaniya Sasani şahı 1-ci Xosrovu da götürək. 2-ciyə 1-ə C, 2-yə Y, 3-ə də B və D. Bəli, belə oldu cavabımız və sonuncu sual nəhayət ki, Əməvilər Abbasi əhali və əmlakı siyahıya alındı. Yəni burada ilk dəfə demək istəyir, ona görə də A 1-ə gedir. Yahudilərdən can vergisi alınırdı. Niyə alınmasın ki, müsəlman deyildilər axı. Xərac məhsula görə deyil, torpaq sahəsinə görə toplanmağa başlandı. Hara gedəcək? Təbii ki də Abbasilərə gedəcək. Əkilməyən torpaqlardan xərac vergisi alınmasını dayandırması heç birinə getmir. Ödəyə bilməyən övladları qula çevrilirdi. Bəli, mən bunu sizə bilmirəm hansısa testin izahında mı, sual-cavabda mı demişdim ki, bunu yadınızda saxlayın. Quldarlıq quruluşu deyildi, ancaq ki qula çevrilirdi. Bir də nə demişdim? Tiber qırağı demişdim ki, padişahlıq dövrü olmaya deyirdilər ki, padişah olmaq istəyir. Ona görə də onu Tiber çayına atmışdılar. Belə uşaqlar, dəyərli müəllimlər, əziz izləyicilərim hər biri, videonun sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Maksimum dəstəyinizi gözləyirəm. Videonun daha çoxuna faydalı olması üçün paylaşmağı unutmayın. Özünüzə yaxşı baxın. Gələn dərslərimizə görüşənədək. Hələlik.